Dövlətimiz bax Şuşanı belə yeniləyir. Gözəl binalar tikilir. Allah prezidentimizə can sağlığı versin. Sayəsində bax belə gözəl binalar tikilir. Özdəki bu binalardakı pəncərələrə baxanda Şuşanın hansı ki o əvvəl tikilən evlərin pəncərələrinin formasındadır. İşğal dövründən əvvəlki Şuşaya bənzədiblər. Binaların hamısının altında qarajı var. Çox gözəl şəraitdədir. Baxırsan, adama həqqi ləzzət eləyir, ürək açılır. Buradan cənab prezidentə bir baş can sağlığı arzuluyuram. Ki var olsun. Bax Şuşanı, Kəlbəcəri, Laçını bu cür qururlar. Cənab prezidentə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Buradan. Qarabağ qazisi Səmədov Qənimət Musaoğlu. Bu gözəllikdə binalar tikilir. Yaşayış var. Bu da dövlətimizin yani güclü olmasından xəbər verir. Dövlətimiz güclü dövlətdir. Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü prezidenti var. Sərkərdəsi var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfalar, müharibə veteranlarına can sağlığı arzuluyuram. Bax Şuşada bir küçə ilə irəliləyirəm. Hamısında yaşayış var. Hamısında insan yaşayır. Şuşalılar yaşayır. Şuşa sakinləri yaşayır. Azadlığın əbədi olsun Azərbaycan. Suverenliyin, ərazi bütövlüyün müddətsiz olsun Azərbaycan. Əbədi olsun Azərbaycan. Çox müasir tikilib, çox. Bu da uşaqlar üçün, yəni velosiped saxlamaq üçün yerlərdir. Çox belə həqiqətən gözəl tikilib. Gözəl işlər gedib burada. Hətta pilləkənlərə baxırsan, pilləkənlərdə də yəni kalyaskanın kalyaskada olan əlillərin yəni çıxıb düşməsi üçün şərait yaradılıb. Çox gözəl bir mənzərə, gözəl. Çox gözəl bir mənzərə. Uşaqların əylənməsi üçün yerlər, oturacaqlar. Çox belə gözəl şərait yaradılır, gözəl. Balkonların bir çoxusunda Azərbaycan bayraqları var. Azərbaycanın sürəhli bayraqları var. Bax, biri də oradan uzaqdan görürəm, yaxınlaşdıracağım.
gedib bax ora çıxmışdım o meşəliyə. O meşəlikdə yuxarıda dağın başında qırılmış vazgenlərin məzarları var. Vazgenlərin məzarları var orada. Yəni da çəkmədim, çəkiliş eləmədim orada. Çox köy-kösudur, girmək olmurdu. Nəysə, bu qədər. Şəhidlərimizin ruhu şad olsun. Yani ben buyurun bakın. Bu da Şanın bir küçəsidir. Şanın bir küçəsidir bu da. İşler gedir, traktorlar işləyir, nə bilim tikinti işləri gedir. Baxdıqca adamın həqiqi mənada ürəyi açılır. Görürsünüz, maşınlar binanın altına girmək üçün qarajdır. Çox gözəl, müasir bir binalar tikilir. Müasir bir binalar tikilib. Tikinti işləri gedir. Orada da. Uşaqlar üçün uşaqlar oynuyor.